Rəhman və Rəhim olan Uca Allahın adıyla. Əziz və dəyərli izləyicilər, hər birinizi Uca Allahın salamı ilə salamlayıram. Uca Rəbbimizin rəhməti, bərəkəti, lütfü, inayəti, ümməti Muhammedin və siz dəyərli qardaş və bacılarımızın üzərinə olsun. Əziz və dəyərli izləyicilər, artıq məlumunuz olduğu kimi Muharrem ayının içərisindəyik. Muharrem ayı hüzünlə dolu bir aydır. İnsan bu ay daxil olarkən hüzünlənməyə, kədərlənməyə bilmir. Ariflər buyururlar ki, bu ay daxil olduğu zaman insanın qəlbində hüzün çeşməsi coşmağa başlayar. Həqiqətən də belədir. Nə üçün belədir? Çünki bu ayda Həzrət İmam Hüseyin əleyhissalam, onun sevdiyi vəfalı dostları, sadiq dostları, mübarək əhl-i beyti Allah yolunda, din yolunda, İslam yolunda, Qur'an yolunda, mübarək və müqəddəs dəyərlər yolunda gözlərini qırpmadan canlarını sevə-sevə qurban verdilər. Nə üçün? İslam yaşasın, din yaşasın, o müqəddəs dəyərlər əbədi olaraq qiyamətə qədər var olsun. Allah Resulü sallallahu aleyhi və alihi və səlləm bir hədis şərifində buyurur ki, İnnəl Hüseynə misbahul hudə və səfinətun nicə. Həqiqətən Hüseyin hidayət çırağı, hidayət məşəli və nicat gəmisidir. Doğrudan da belədir. Kim Hz. İmam Hüseyin əleyhissalama üst tutarsa, ona yönələrsə, onu qəlbi ilə, ruhu ilə sevərsə, Hz. İmam Hüseyin əleyhissalam Muharrem ayında qurulan məclislər, orada edilən dualar, orada edilən söhbətlər o insan üçün bir hidayət çırağı olar, bir hidayət məşəli olar. O insanın qurtuluşuna o məclislər səbəb olmuş olar. Və insan Hz. İmam Hüseyin əleyhissalam gəmisinə minməklə, Muharrem ayının gəmisinə minməklə, Hz. İmam Hüseyin əleyhissalamın dəryasına baş vurmaqla nicat gəmisində zəlalətdən uzaq olub xilas olmuş olar. Əziz və dəyərli izləyicilər, biz hər namazımızda dua edirik. İhdinəs sıratal müstəqim. Allah'ım bizi doğru yola hidayet elə. Allah'ın Resulü da buyurur ki, Hüseyin hidayetin çırağıdır. Eğer siz doğru yola yönelmək istəyirsinizsə, doğru yolda olmaq istəyirsinizsə, sizin doğru yolunuzun məşəli, doğru yolun çırağı Həzrət Hüseyindir. Həzrət Hüseyini sevmək qəlbimizə gözəllik gətirər. Həzrət Hüseyini sevmək cəmiyyətimizə gözəllik gətirər. Həzrət Hüseyin əleyhissalamı sevmək bizi zəlalətdən, əyrilikdən, kindən, nifaqdan, fitnə və fəsaddan uzaq etmiş olar. Nə üçün? Çünki Həzrət Hüseyin əleyhissalamın yolu babası Həzrət Muhammed Mustafa sallallahu aleyhi və alihi və səlləmin yoludur. Atası Həzrət Əlinin yoludur. Bu baxımdan o çıxdığı yolda hədəfini, qayəsini, məqsədini belə bildirdi. Mən babamın və atamın yolunu davam etdirmək üçün yola çıxıram. Mən babamın ölmüş dinini ihya və inşa etmək üçün yola çıxıram. Mən bu yola çıxmaqda qayəm və məqsədim əmri bil ma'ruf, yaxşılığa dəvət və nəhy anil münkərdir. İnsanları pisliklərdən çəkindirmək. Allah'ım bu yolda mənim istədiyimi deyil, səni razı salacaq. Sən istəyən nədirsə, onu mənə nəsib et. Və bizim də istəyimiz bundan ibarətdir ki, Uca Rəbbimiz Həzrət Hüseyin əleyhissalam kimi əmri bil ma'ruf etməyi, insanları yaxşılığa dəvət etməyi və nəhy anil münkər edib, insanları pisliklərdən çəkindirməyi hər birimizə nəsib etsin. Öz istəyimizi deyil, Rəbbimiz bizim haqqımızda nəyi istəyirsə, Rəbbimizi razı salacaq nədirsə, onu da bizə nəsib etsin.